Hər kəsə salam dostlar, necəsiz? YouTube kanalıma xoş gəlmisiniz. Çoxdan da qış fəsli olduğu üçün YouTube kanalıma video gəlmirdi. Bugün Gəncə İhmalda həmişə kimi sinemaya gedirik. Biz hansı filmə baxacağımızı bilmirik. Gəlin yola çıxaq. Avtobusa binəcəyik. Sonra da Gəncə İhmalda metroya minib Gəncə İhmalda düşüb kinoya baxacağıq inşallah. Orada sizəcəm kinonu bilmirəm. Avtobus tərəfə yıxmışıq. Az sonra fuqaya gedirik. Ne yapayım? Mənə avtobusa gedək. Avtobusda sizə çəkib göstərəcəm. Belə dostlar, avtobusdayıq. Şamaxinkaya çatırıq. Axır ki, məncəmə yaxınlaşırıq. Düşəndə sizə xəbər verəcəm. Avtobusdan düşdük. İndi isə giririk metroya. Metrodan bilmirəm neçə stansiyadır. Stansiya ilə gedəcəyik Gəncliyə. Gənclik metronun içindən də molun içinə girəcəyik. Sonra bəlkə bilet alaq. Bilet uyğun gəlsə ya birinci yemək yeyəcəyik ya da kinoya girəcəyik, bilmirəm. Girdik metroya. Baxın. Bakı Metropoliteni Memar Əcəmi stansiyası. Görürsünüz? Girdik. Vagona minmişdi. Amma vagonda çəkə bilmədim. Niyə? Çox adam var idi. Mola çatdıq. Mola hazırda koridorundayıq. Metronun içindəki yerindəyik. Mola indi giriş edəcəyik. Yəqin ki, ilk olaraq filmə baxarıq. Baxın, hal-hazırda mola girdirəm. Görək, mən istədiyim filmlər olacaq. Dostlar, hətta sinema yerinə də gəlmişik. Kino seçimindəyik. Dostlar, qurd dişə giririk. Qurd diş, bilet alaq. Yer tapıb, yeməyimizi aldıq, yedik, içdik. Axır ki, indi durub bəzi mağazaları gəzmək istəyirik. Çünkü Heç yer yox deyə, tətildir deyə hamı bura gəlir. Bir dənə yer yox ki. Ötən yer yox. Necə tapdıq? Deyəsiz indi. Yarım saat gəzdik, yarım saat. Akşam yeməklərimizə gəldi, biz də yedik. Oturduk. Burada sabah 2'de oturmuşam. Anam paltar baxır. Mən də sizdən danışıram. Filmin saatını gözləyirəm. Görək nə olacaq. Kofta alışverişimizi elədik. İndi gedirik Sinemaskart. Yəni sinemaya gedirik. Filmimizin vaxtı gəl. Neyinirik? Elə filmə baxaq. Kino başlayır dostlar. Kino başlayır.
Bas. Dinleyeceğim. Buyur. Çok sağ olun. Teşekkürümü bildirirəm. Görəsən bizim için ne eləyəcək deyəndəki mənim nə eləməyimi gözləyirsiniz. Mən ancaq mahnı oxuya bilərəm bu gözəl gündə. Öz gözəl ansamblimdən. Əzərim, ürsiyyətdən bizim əziz dostumuz Əkrəm müəllim qonaq gəlib. Əkrəm müəllim, necəsiniz? Keyfiniz, əhvalınız? Öpürəm sizi. Əkrəm müəllim uzun illərdir ki, ürsiyyətdə yaşayır. Bizim kendimizin güzel biznesmeni de Ekrem Müəllim, eşit olsun ona. Ekrem Müəllim hele ürsiyyətdən aka gelir. Ekrem Müəllim, öpürəm səni. Neydim dilmi? Çok sağ olun Ekrem Müəllim, neye lazımdır o sözler? Onu necə eləm olar Ekrem Müəllim? Ben burada ne akrabatam, neyim, onu necə eləm? Elə şeyler ki onu doğrudan da eləmək olsun. Neyse, o sözler lazımdır. Aziz Bey. Sayın şərəfinə gözəl sanatkarımız Alim Qasımovun repertuarından sizə gözəl bir mahnı ifa edin. Buyurun, dinleyin. Aşağıdan çal, biraz aşağıdan çal. Lazım sana bir tane hay veren kimi öyle yukarıdan çalacak. Aşağı, biraz aşağı. Bir de her şeyi ağladı. Ama ahlını oku. Ya yanır bu onca lazım bu zildi bu mahnının sonra zil yeri var oraya kalkabilmeyeceğim. Sen ne için beni kaldırsana oralara? Biraz aşağıdan çal da. Ne istiyorsan benden oku. Ama ahlını oku da. Yanır külü qalamacaq bilmirəm nə olacaq İndi olanı xatirədir Allah sənin belini qırsın lazım Allah sənin belini qırsın biraz aşağıdan nə olardı ki çalsaydı Niye yanır bu Masicin senin diyor lan, masicin bıydı kuştunam, masicin lan olan ne yap, ne yap, bu kıladaki, bu dergi bunun var. Kim turladı bana söyle. İndi bildim kimiydi. Ala bu sana. Bu senin, bu da senin. Tüpürüm sizin mannize, tüpürüm sizin şahsiyatsa, tüpürüm sizin muskant yüzünüze. Bundan sonra sizin için Dilşat çatarı yoktu. Dilşat öldü. Hayra, beynime kalsız ya. Hayra. Mən bezdim axı, sən o vaxta qədər sürünə gələrsən. Ola bilmem. Neyse düz edememişim. Özümü düşünmemişim. Popüler olum. Ama senin yadında kalsın Namik. Popüler olmak lazımsa onu da eləyərik. Sen utanmırsan atıva söz qaydarsan sıpak kutla. Ben indiyə kadar sana el kaldırmamışım Namik. Ama fikirləşirəm ki çok nağ. Çok Namik. Konuş Namik. Konuş. Namik. Kardak istemeyeceğim Namik. Bu şalvarım düştü elimden. Çık görme orada. Namik. Bana. Sen ne biliyorsan Namik. Hakikaten. Namik. Namik sen ne diyorsun Namik? Nə bilim, mən balam. Yəqin tək qalmaq istəyir də. Gəl bir yana, gəl. Gəl hadi. Namik
kuncuş sıfakuttam. Gökay! 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 Ona göre size deyirdim de Dilşat'tan size yar olmaz. Ha gelin benim yanımda fırlanın da her gün toydayım. İnandırım sikim ben size Dilşat'tan çok koy buraya. Ay salam aleyküm. Bak Gel. bak simsiz telegraf Onlar geldi. yok kaydedilen adamı. Taze haberlerim var. Ne istiyorsun? İşlerimiz necə? Yaxşılıq deyil. Ala oradan bir daha istakan ver mənə. Xəbəriniz var nə olub? Ne olur ki? Dilşat bütün qoyun quzunu satır. Gül Əhmədə gedir Bakıya. Niye? Deyir, Bakıdan qaydanda mahşur müğənni Dilşat kimi qaydacaqlar. Sağ ol Dilşat. Bazı böyle qəribə oldunsa, niye özünü düşürdün? Olmayan kənddə indiyə qədər hansısa məlumatı sizə yanlış vermişəm ha? Yok yok. Yox, dayan ha. Yox, əgər belədirsə mən bundan Nəysə, sonra mən sizin masaya xəbər gətirməm. Bildim de ne istiyorsan. Gel Başka ne haber var o? Tazelerinden de olur. Hələ ki belə xəbər yoxdur, olan kimi deyərəm. Allah bərəkət versin. Qıyıb. Dediler. Ha takılığım sende. Ya sen qocalara. Ayata, yaxşı da yenə başladın. Nə olub sənə? Turp kimi oğlansan maşallah. Daha bizim işləri özüm apara bilmirəm. Kimsə gerək başa keçsin mənim yerimə. Burada özgə adam yoxdur. Bazoğlu həmişə yalnızda olub. Qardaş kimi bütün işlərimizi can yandırıb. Restoran şəbəkələrini tek başına idarə edib. Mən olmayam da istəyirəm ki, sən mehmana arxayın olasan. Babalar. Bazoğlu da sənə dost, qardaş olacağına əminəm. Əlbəttə. Sabah şəbəkənin işçilərini yığırsan. Elan edirsən ki, iş başında bugündən mehman Eldar olacaq. Eşidirsən mi valla? Hə, Ne olur? Bu maşın kimindir? Sendir. Ne maşın? Ha bu maşın deyirəm də. Ha bu maşın məndir, almaq istədim. Bir saatdır mən səndən ötürü avara olmuşam burada. Bu qədər yer sənə azlıq edir. Gətirib maşını burada. İstənmə, mənim üzüm nurlu qardaşım, istənmə. İnanırsan, bir təcrübə yemişəm, burnundan gəlib. Zır, zaqqım. Yemək ha! Yeməklər bəyənməyən. Ha bahardan çıxdı. Ha tutaq kimə? Tamam. Ya, buyur. Ne olar ha yemək tuzlu olanda? Adamın çörəyinə bahis olurlar ha? Ha? Ne baksan sen de? Ha? Koşun geldi koy başlamağım seni. Ha? Köpük koyamazsın üstünden. Emi,
Əmi! 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 Bakıya getsən əmi, Bakıya. Bakıya getsən Bakıya. Eşitmirəm qardaş, nə deyirsən? Deyənəm Bakıya getsən Bakıya. Ya, Bakıya getmirəm. Mən işə keçdim. Qapını aç da bir yana, qapını. İşləmir. O qapı açılmır, işləmir qardaş. Açılmır da, qapı açılmır. Niyə sindirsən? Əmi, valla mən yavaşca datdım. Neyse ayıp yoktu. Ama sizden yaydığı orası setka vurduracağım. Neçeye girmesin içeri. Əmi, tanış olaq da, mənim adım Ramal. Mahşur müğenni Dilşad Kədarlı. Değme de yemeli diyorum. Əmi, bu dişidir bu. Ya tonarsan ya. Kurt dişi de bu. Adamı hatadan baladan koruyor. Bunun tarihçesi özündür. Sana diyeyim. Onu o vakti elə bir ki benim yoldaşımın babası bu Nemeslerden olan davadan getirip. Orada bir tane Nemes'i meydinin üstünden götürüyor. Ha. Meydi. Aha plen. Bilin? Plende tuturlar adamı diriyle diyor. Ha. Ha. Oradan getirip müharebe bitenenden sonra neyse buradan maşın vurdu onu öldü. Ondan sonra bunu benim gayretim takıldı. O da Allah rahmet eylesin onu da Allah rahmet eylesin. yakşı kişiydi. Onun da üstüne panel düştü. Ne düştü? Panel düştü öldü. Panel. O vaktan öyle bir resmi saklıyordu bunu yadigar. Ama bu dəqiq xatadan baladan qoruyor bu. Ha doğru ya. Ha, doğru. Eldar kimdir ki sənin yerində otursun? Atası ilə danışa bilmirsən? Oğlu ilə. Adam çürüsürdə. En son koymurlar işimizi de göreyim. Sen ne diyorsun? Abi sen yuxuladın da ben yuxulamadım axı. Sen bakırdan ben yukarılamak. Ben maşı süren başımın üstüne layla değilsen sen. Öyle bil ki anam sen nasıl? Hem yavaş. Neyine diyorlar biz? Neyine de çağda batıyorlar, neyine değil biz? Ay dadam çiş ya, çağda batıyor. Ben hemşe heyvan hüquqlarını koruyan adam. Ben heyvan vurdum. Əmi sən neynədin? Əmi sən öz balalarına yem aparan bir ananı. Ay sağ ol ananı. Kimin anasını ha? Bakıtla. Əmi bu ananı deyirəm də bunun da balası var da bu da kimin anası? Hansı için anası da bu niye vurdu? Əmi bunun dərsini həkimə aparmaq lazım ne bu ölür? Ölür bu. Qorxulu heç nə yoxdur. Burada qətiyyən qorxulu heç nə yoxdur. Siz gedin bayırda gözləyin, narahat olmayın. Narahat olmayın. Ben bilirsiniz ben... Narahat olmayın. Baxın, başqa baytarların 2 həftə elədin. Biz bu dəqiqə 2 saat eləyəcək. Hə. Yaxşı mı? Fazil doktor zəhmət olmasa it aparın, hazırlayın. Aparın. Heç nədən narahat olmaq lazım. Mənim öz üsullarım var. Mən deməli, hətta bəlkə buna görə patent aldım. Patent. Narahat olmayın. Yaxşı mı? Çok bayırda gözləyin. Yaxşı, çok sağ olun doktor. Çok sağ olun doktor. Ben indiye kadar bir anlaşılmamazlık oldu. Ben baş... Bildim. Ben oğlum... Talahan. Nəzərimi sual verirsiniz ki, qadın necə olur? Talah Hanım. İndi başa düşdüm qadın necə olur? Talah Hanım, imkan verin bir kəlmədə mən danışım da. Gerisi deyin, hara gəlin, Bakıdayım mən. Neysə, de görüm WhatsApp-ınız var? WhatsApp-siz iş olar, ay Talah Hanım. Neysə, lokasiyan göndərim, gəlin.
Vallahi heç kimi göndərmək lazımdır. Mən özüm uşaq deyiləm ki. Elə geyib təxmin edeyim mən gələcəm. Bunun dadına baxmasın bura. Çox şey itirəs səni. Hə. De görüm nə deyəcək? Eldar, atanın bu axırıncı söhbətindən ağlın nə kəsdi? Sımısmaydı. Sən bu işi bacaracaqsan, qardaş. Hey brat, nə var ya orada? 2-3 dənə restoran da brat. Həll eləyəcək, narahat olma. Amma sənə belə asan gəlməsin, ha? Bütün restoranlar şəbəkəsi hamısı sənin əmrini gözləyəcək, səndən məsləhət alacaq, hamısını nəzarətdə saxlamalısan. Telefon dayanmayacaq, baş şeyləri bu işdə. Yəni, indiki kimi kef eləmək imkanın olmayacaq. Başa düşürsən də. Başa düşmədim, Ebi baba. Nə demək istəyirsən? Arkadaş, bunlar bizim kulağımızda gelme. Kaç. Nefesim kesildi Badadaş. Ana Badadaş, burada ne kadar araba var. Yox, belə Rəhmən, yenə. Badadaş sen dursan. Badadaş buradasın Badadaş. Şimdi ben buradayım. Ne baş verip ne oldu? Bazı inançla içeri boğana deyip ölürüm ya istedim. Badadaş. Bizim vaktimize bak ne kadar araba var burada. شيخ كيف الحال؟ ان شاء الله مرتاح. جبت لك البنات كلهن هنا، اختار اي وحده تعجبك وانا بالخدمه. اوه ممتاز. اليوم في الليل من يفقامي وياي. انت روحوا. انت كفكان. يلا شو مشينا خلاص يلا مش خلاص. انتوا ابقوا هنا اخ تمام؟ ابقوا هنا انتوا لا ابقوا هنا. تلعبوا. رقص. اوه ممتاز. ممتاز. Arkadaş. Ama bu bizimki değil, bu Arap'tı. Bu adamı miskineyin ya. Üstünde gösterme. Üstünde gösterme. Bulsun da erim. Neyin ökürek söylüyordu? Maşallah. Terlin yemmi. Terlin. Baldadaş bu durdu gitti pastele bizi çağırır Baldadaş. İşte göre ne istiyorsun? Teles. Gel be. Baldadaş. Mumtaz. Fantazi. Akşam bu hayır olsun.
Sakitleş. Sakitleş. Ne için böyle elirsən? Ha? Adam kişi olar ha, ne için böyle elirsən? Dilşad, sən yaxşı kişisən. Amma çox uzandı bu məsələ. Bağışla. Tələsmə. Xahiş edirəm səndən. Onda balaca bir dənə xahişim var səndən. Xahiş edirəm. Mən son nəfəsimdə benim arzumu hayata yedir Mehman müəllim. Balaca bir şey var. Ne razım ben? Onu benim oğluma sattırarsan. Kırk dişi. Bunu benim oğluma sattırırsan senden xahiş ederim Mehman müəllim. Cumacıq. Yaxşı. Ala! Azim, bak benim üstüme beləsə gəlmə. Mən indiyə qədər arvadıma bir dənə çıkma vurmamışam. Qaldı ki, səni burada döyüm. Hay kələm, şərifi məndən uzaq elə. Bak, sen indi çaşdın. Sen çaşdın Aksa! Sen əməlli çaşdın. Sen beni vursan, ha? Sapakine sen beni vursan, ha? Bu senin. Bu da. Onun üstünde. Ada, sen böyle meşhur olmaya gelmiştin Dişan. Ben seni istemiyorum. Protokol. Oldum. Orada ben geçeyim. Çekilin. Göyçək, əziz bacım, şükür Allaha bu gəncləri qovuşdurduq. Aha, heç əvvəl belə demirdin o. Ay qız uşaqsan, qız evi, naz evi deyiblər. Əsas odur ki, qızımızı belə məşhur ailəyə verdik. Şükür sana. Allah Göyçək, Allah xoşbəxt eləsin qızım. İstidən pişdim olamam. Azim bolası, sana deyirəm, mərc eləmə da. Mərc eləsə elə uduzursan da. Heç olmasa bu xoş gündə qoy bu mərci qırala da. Özüm bilərəm, kişinin sözü bir olar. Allah xoşbəxt. Buyurun əziz qohumlar, qonaqlar, buyurun. Buyurun. Otur Rişat. Buyurun, oturun. Balalarınızın toyunda inşallah. Balalarınızın toyunda. Deyəsən pis yıxılmısınız. Usuna qədər deyəcək. Hə. Bilmirəm ki, xəstəxanada olub deyəsən. Aziz dostlar, aziz qohumlar. Mən istəyirəm ki, bugün bu gözəl balaların şad günündə məclisimizin ağsaqqalı, mənim dayım, əmim, gözəl insan, böyük biznesmen, gözəl ata, İkram müəllimə istəyirəm sözü verək. İkram müəllim, siz danışmasınız, mümkündür. Siz bizim ağsaqqalımızsınız, atamızsınız. Teşekkür ederim. Çox sağ olun. Çox sağ olun. Öleş. Bugün Rişad Bey'in ailesinde tenteneli bir gündü. Çox sağ olun. Oğlum sana tebrik ederim. Kızım sana da tebrik ederim. Cavanları tebrik ederim. Rişad Bey,
səni xüsusən təbrik edirəm. Çox sağ olun. Bax, mənim bu yeganə oğlum sağ-salamat oturub burada. Nəyin səbəbinə? Nəyə görə? Dilşad bəyə görə. Ona görə oturub burada. Ona görə sənə təşəkkür edirəm. Təşəkkür, bir də təşəkkür. Bilirsən ki, bizim restoranlar şəbəkəsi hər yerdə var. Vallahi böyüdü. Birin də cənub zonasında açmışıq. O restoranı bağışlayıram sənə. Oğlumun toyunu inşallah orada eləyərsən. Yaxşı? Çox sağ ol. Bak Tufik, bak ben burada kişi Sen- için söylüyorum. O Dilşadı restoranı işte de bilse var ha. Ben bir tane kırmızı. Bir dəfə də yaxşı bir şeyə görə spor edən bax. Ha öyle özüm bilərəm. Çox sağ olun. Çox hörmətli İkram müəllim, mən bir daha sizə təşəkkürümü bildirirəm ki, bizim aramızdasınız. Və mən istəyirəm ki, bu isti yeməklər gəlməmişdən isti sizə bir mahnı oxuyum. Mən bilirəm ki, siz bu xarici müğənni var, Whitney Houston, onun mahnılarını çox bəyənirsiniz. Onun üçün də o həmin müğənninin mahnılarından bir parçası sizin şərəfinizə. Yine zildim. Geçin, Nurat Hanım. Her şey ağladı, Nurat Hanım'ın her şey. If I should stay, I won't leave your way. Bam bam. Dostlar, filmdən çıxdıq. Həyat boyu sinemaya bilirsiniz ki, xəstəsiyəm filmin. Çox gəlmişəm. Amma bu qədər komedi görməmişəm. Çox maraqlıdır. Sonunu belə gözləmirdim əslində. Amma çox maraqlı, çox qəşəng oldu. Nəysə. Sağ olun. Videoyu bəyənib like atmayı, abunə olmayı unutmayın. Sağ olun.